Assalamu alaikum. Sizlərə havalandırılan keramogranit fasad barəsində məlumat vermək istərdim. Bəzən müştərilər bizə binalarının fasadının işlənməsi zamanı bunun mata ilə yapışdırılması təklifini edirlər. Çünki bilirsiniz ki, mata ilə yapışdırılma üsulu havalandırılma sistemlə biraz ucuz başa gəlir. Amma onun fasadları var. Mən də o fasadlar barədə sizə məlumat verirəm. Deməli, yapışdırılma üsulu, mata ilə yapışdırılma üsulu nəzərdə tuturam. Belədir ki, binada hər hansı bir süni qabaritin əmələ gətirilməsi mümkün deyil. Divar hamar olmalıdır, düzgün işlənməlidir, ondan sonra mata ilə. Çünki mata ilə hər hansı bir əyriliyi və yaxud da hər hansı bir qabariti əmələ gətirmək mümkün deyil. 1-2 sm orada manevr etmə imkanları var. Lakin altyapı konstruksiyası olan və daş yününə izolyasiyası olmuş bir havalandırılan sistemdə isə istənilən qabariti, istənilən konstruksiya əlavələri edərək xüsusi fiqurların, xüsusi dizaynın əmələ gətirilməsi mümkündür. Amma fasadın mata ilə işlənməsi zamanı isə, yəni keramogranit daşların mata ilə yapışdırılması sistemində o şeylərdən biraz məhrum olursunuz. Xüsusi qabaritlərin verilməsi və s. Əyrililərin düzəlməsi. Bu bir. İkincisi, mata ilə yapışdırılma sistemdə belədir ki, deyək ki, məsələn, Azərbaycan iqlimində axşam tutağım yağış yağıb, yağmurlu keçib, daşlar ıslanıb, gecə isə şaxta düşüb və daşlar donub. Səhər də beləncə gün çıxır. Bu kimi gün çıxır və təsəvvür daşlar orada şok yaşayırlar. Bilirsiniz ki, zavod istehsalı olan avallar olur. Bu avalları biz bu T profillərini aradan qaldıra bilirik. Lakin şok yaşamış daşlar, yəni istidən soyuğa, soyuqdan istiyə düşmüş daşlarda həmin avalları mata öz gücünə saxlayır və bunun nəticəsində sürətli hava dəyişimi zamanı daşlar atır. Təsəvvür bu hündürlükdə daşın oradan qopub yerə düşməsi zamanı hansı fəsadlar, hansı faciələr yaşana bilər, Allah qorusun. Lakin bizim sistemdə isə 5 mm qalınlıq olsun, istərsə də 1 sm qalınlıq olan keramogranit daşlarda bizdən T profilinə silikonla yapışdırılır. Yəni bunun atması demək olar ki, inşallah ki, mümkündür. Hər hansı bir daşımızda qüsur aşkarlanarsa və yaxud da işçilərin əlinə nəsə çıxıb daşa dəyib sınarsa, biz o daşı oradan sökmək üçün əlləşirik, vuruşuruq ki, o daşı oradan çıxardaq, yenisini əvəzləyək. Yəni belə bəzi məsələlər var. Həm də növbəti bir əsas fraqmentlərdən birini izah edeyim sizə. Deməli, burada bu sistemdə biz binanı izolyasiya edirik. Görürsünüz, bax aşağıda olan ağ material membrandır və altında da daş yunudur. Bina tamamilə izolyasiya olunub, isti və soyuq havalarda. Bax, burada açıq yeri var, onu göstərim sizə. Bax, burada bizim daş yunumuz var. Daş yunumuz görsənir. Ev tamamilə izolyasiya olunub. İzolyasiya olunduğu üçün çöldən gələn soyuq hava kütləsi ilə içəridə evin istilik temperaturu qovuşanda burada kondensasiya təri yaranan bir şey olur bu boşluqlar. Keramogranit daşın arxasında kondensasiya təri yaranır və həmin kondensasiya tərində bina özünü havalandırdığına görə fasadı kif atmır. Həm də izolyasiya olunmuş olur. Termoizolyasiya adlanan bir sistemdir bu sistem. Lakin mata ilə yapışdırılanda həmin termoizolyasiyasından məhrum olur ev. Deməli, çöldən soyuq hava kütləsi, evin içindən isə isti hava kütləsi keramogranit daşlarının arxasında yığılır, kif, nəmişlik və hətta deyim sizə ki, duzlanma və nəticəsi nə olur? Həmin o keramogranit daşların atmasına səbəb olur. Və bu səbəblərdən də həmin o mata ilə yapışdırılması düzgün deyil. Ona görə belə fikrə düşərsinizsə, tikililərinizin fasadını keramogranit daşlarla üzlənmə fikrinə düşərsinizsə, bizlərə müraciət edin. Fasad mütəxəssisi olaraq sizə bütün detallı şəkildə izah eləyək. Düzdür, arada yaranan müəyyən büdcə fərqləri olur. Lakin o sonradan yaranan fəsadlar və onun mənfi cəhətlərini araşdırıb görərsən ki, həqiqətən də bəli, bu sistem ən etibarlı sistemdir, ən qənaətçil sistemdir. Növbəti müddət ərzində həmin o qənaətlə özünüzlə rastlaşacaqsınız inşallah.